Salamlar, 3 uşaqlı ana tətildə vlogumun 3-cü hissəsinə xoş gəlmisiniz. Əlimdə powerbank gedirəm lobidə şarj etməyə. Çünki ərəb ölkələrində adapterların başı uyğun gəlmir. Özünüzlə gələndə G tipi başlıq gətirin. Yoxsa burada elektronika əşyalarınızı şarj edəndə çətinlik çəkəcəksiniz. My friends, Süleyman. This 4 to 1. Yadınıza gəlirsə ilk vlogumda demişdim ki, bizim otağımızı 2 dəfə dəyişdilər. Bugün bizi dəniz mənzərəli otağa yerləşdirəcəklər. Dubaya gəlmədən öncə Mədinə ilə otelləri araşdırırdıq. Otellər arasında dəniz mənzərəli, uyğun qiymətli, səliqəli və modern üslubda təkcə bu oteli tapmışdıq. Digər otellərin görünüşü isə ərəb üslubunda idi. Aşağıda otelin həm də gedəcəyimiz turun linkini yerləşdirəcəyəm, istəsəniz baxarsınız. Heç bir reklam deyil, çünki hər birinin pulunu özümüz ödəmişik. Sadəcə qaldığımız ilk otağı buranın işçisi YouTube-a görə jest edib dəyişmişdi. Bizim üçün otağın görüntüsü elə də önəmli deyildi, sadəcə gecədən gecəyə gəlirdik. Amma vlog çəkirəm deyə sizin üçün də buranın mənzərəsini göstərmək mənə də çox xoş oldu. Gördüyünüz kimi yataq otağı eynidir, heç bir şey dəyişilməyib. Sadəcə sanuzeldə jacuzzi və duş kabin var. Həmçinin ikinci divanlı otaq və ikinci sanuzel var. Bu otağın qiymətini dəqiq bilmirəm, bəlkə də 1500 və daha artıq edər. Sonra getdik səhər yeməyinə. Bu Turalın yeməyi, bu mənim yeməyim. Bu isə Mədinənin yeməyi. Əgər səhər yeməklərini görmək istəyirsinizsə, Dubai vlogu 2-ci hissəyə baxa bilərsiniz. Orada hər bir şeyi ətraflı göstərmişəm. Otelə gələndən bu tərəfləri heç gəzməmişdim. Dedim ki, bu tərəfləri gəzim, sizin üçün də çəkim ki, baxasız burada nələr var. Həmçinin qeyd edim ki, buranın hovuzu da var. Sadəcə bizdə fürsət olmadı ki, gedim hovuzu da çəkim. Elə bu tərəfləri çəkirdim ki, qarşıma çox maraqlı bir şey çıxdı. Heç bilmirdim ki, otelin içində şirniyyat, kofe, doğranmış meyvə, səhər yeməyi satırlar. Düşünürəm ki, belə bir stendin olmağı çox yaxşıdır. Çünki hər kəs otelin özünə məxsus yeməklərini yeyə bilmir. Kiminsə ürəyi nəsə istəsə, buradan rahat şəkildə ala bilər. Bugün çox maraqlı bir tura gedəcəyik. Bu tura 4 nəfərə cəmi 252 AZN pul ödəmişik. Tur bələdçimiz gəlib Turalı gözləyirik. Şeydi, Ağ Fortune'dir, Toyota. Gedirik. Qapının ağzındadır, biz oturmuşuq. Bugün də Abu Dhabi günüdür. Sən danışmam, səsim tutulub. Elə məruzə. Əziz gülərən izləyiciləri. Deməli, səhər yeməyimizi yedik. Mən açdım sənin üçün. Gedirik indi Abu Dhabiyə. Görək bizi orada nə gözləyir. Amma məncə çox gözəl bir mənzərəli yerlər görəcəyik. Gedək görək. Neçə yer gezəcəkdik? 8 dənə yer gəzəcəyik. 9 saat ərzində. Hər yerdə saxlayacaqlar. Hardasa 20 dəqiqə, 25 dəqiqə danışacaqlar, şəkil çəkdirəcəyik. Sonra bizləri gətirəcəklər. Təşəkkür edirəm. üçün. Buyurun. Sən mi pozmusan? Qaçdın atdın qabaqda gör bilmir də. Sən öyle arxada oturmuşdun. Allah Qırışlar. Gəl, içəridə deyiləm saxlayacaq. Əgər də sinəmək lazımdır. Şey belə. 3-cü gündür. Lazım deyil, lazım deyil. Lazım deməzələn cəmaət şey deyir, olsa gözlətmiş ya. Yəni bu Gör, bax, bunlar gör nə deyir? Deyir, ayıp tomatı gözlətmişik. Kim gözlədi bana? Sən gözlətmisən də. Fərqi var, mən eləmişim, sən eləmişsən. Bizim qrupla gedir də o. Sənə nəsəbləşmişdik, gedirdi Allaha. Zorla sakitləşmişəm ki, o elə oğlan deyil, narahat olmaq gələcəymiş ki. Sağ-salamat 6-cı gündə saat hələ 8:19-dur. Yəni Bu saat videoya düşdüm, bir şey deyəcəm. təzə açılır. Mən düşməyim də. Ya sən düşmüsən, biz ikimiz düşürük. Ümumiyyətlə fikir verdiyiz, arxada oturanda səs çıxmır. Hə? Küsü bu. Küsüb səndən. Səndən küsü. Bu gördüyünüz Dubai Frame dünyanın ən böyük çərçivəsidir. Biletin qiyməti 20 AZN-dən başlayır. Bizə mənasız gəldi, ona görə getmədik. Bu isə Burj Xəlifədir. 124-cü mərtəbəyə qalxmaq üçün 88 AZN ödəməlisiniz. Turda bizdən əlavə 2 nəfər də var. Gəlmişik oteldən onları götürək. Okay. So I will explain you your itinerary. So first place we'll visit to the mosque, Sheikh Zayed Grand Mosque. Tur bələdçimiz bizə gedəcəyimiz yerlər, Abu Dhabi, Dubai haqqında məlumatlar verir. Çalışacağam ki, video düşən hissələri tərcümə edim və yadımda qalanları sizə deyim. But the first time Abu Dhabi? Yeah. Yeah. Abu
Abu Dhabi Dubaya bənzəmir. Abu Dhabi çox sakit şəhərdir. Ərazisi ən böyük olan əmirlikdir. Even you know what's the Ferrari world? You have an idea? Burada deyir ki, Dubaydan Abu Dhabiyə keçdikdə asfaltın rəngi qəhvəyi olur və bununla anlaya bilərsiniz ki, siz artıq Abu Dhabidəsiz. Like 30, Görsənir 35 burada. people can be. You also drive bus or just No, going I'm as a not riding the guide? bus. Oradan bilirəm, 2 dəfə çəkilirsən, getmirsən, gedək. Mən danışım, rezil vereyim. Görün də psixolojisi problem. Bir yerdə psixoloqa getmək istəyirlər. Qərar verdilər ki, münasibətlər çox toksikdir. Toksikdir, eynən. Bir psixoloqda seans olacaqlar. Niyə elə baxıram? In the front of us, that's the Makta Bridge, the blue bridge. That's Qarşıdakı körpü Abu Dhabi ilə Dubayı birləşdirən ilk yoldur. and on the right side, that's the new design bridge. This bridge's name is called Sheikh Zayed Bridge, and this water is come from Arabic Ocean. And the previous name of this ocean name is called Persian Gulf. And the left side over there, that's the mosque, Sheikh Zayed Grand Mosque. Dünyada 9 böyük məscid var. Bu məscid böyüklüyünə görə ilk üçlükdə yer alır. Dome, under these three big dome, they install a very İçərisində 3 ədəd böyük çılçıraq var. Hər biri 8 tondur. Onları da çəkmişəm, birazdan sizə göstərəcəyəm. domes. The quantity of the dome, there's 82 domes and 96 pillars installed inside them. Birinci ən böyük məscid Səudiyyə Ərəbistanda Məkkə, ikincisi Türkiyədə Göy məscid, üçüncü isə Şeyx Zayed məscidi. İçəridə xüsusi qayda qanun var. Qucaqlaşmaq olmaz, əl ilə hərəkətlər, zəfər və əla işarəsi etmək olmaz. Maraqlı bir fakt, Rihanna geyimi və hərəkətlərinə görə oradan 2013-cü ildə qovulub. Bələdçimiz bunu deməklə demək istəyirdi ki, dünya ulduzunu qovanlar sizə nələr etməz. Where you from? Gedirik məscidə. Şeyx Zeyd məscidinə, ən böyük məscidlərdən biridir. Ən böyük məscidlərindən üçüncü yerdə. İkinci Türkiyədədir. Birinci adıdır. The first time in Dubayda. Mokka'da. Bura gəlmək fikriniz varsa, mütləq özünüzlə qapalı geyim və şal gətirin. Məscidə getdiyimiz zaman mall kimi bir ərazi var. İçərisində kafelər, hər növ mağazalar mövcuddur. İstəsəniz həmin geyimlər bu mallun içərisindən də ala bilərsiniz, amma heç məsləhət görmürəm, çünki turistik məkan olduğu üçün hər şeyi 3-4 qat baha satırlar. Buna da icazə vermir. Yəqin bu tam buradan qoltuqlandı ona görə. Ümumiyyətlə İslamda kişilər belə olmaz, amma belə olar. Səhv etmirəmsə 20 azeyinə 12 dilə tərcümə edən aparat qoyublar. Məscidi gəzərkən özünüzlə o aparatı bələdçi kimi istifadə edə bilərsiniz. Sən dedin, Niye götürüyor da? Pulsuzsa götürək. Neyse olsun. Mən dedim pulsuzsa, özümə siməcəm və sənsən boynuna almıyor. Kraliçanın başına bağlı da başını bağlandı. Məscidə gedən yol o qədər uzun idi ki, bitmək bilmirdi.
Və nəhayət gəlib çatdıq məscidə. Burla gəldikdə hər yerdə bizə yarım saat və ya 1 saat vaxt verirdi. Əgər siz rahat şəkildə gəzmək istəyirsinizsə, həmin gün üçün öncədən maşın kiralayın. Biz 1 tur və 2 bileti Dubaya gəlmədən öncə almışdıq. Bu turu isə bir gün əvvəl, yəni safariyə getdiyimiz gün aldıq. Safari turuna baxmaq istəsəz, bundan öncəki vloqa baxa bilərsiniz. Uşaqlar, dayanın. Kameradır. Mədinə, haradasan? Çox qəşəngdir. Bu hissələri uzun çəkmiş ola bilərəm, amma məscid o qədər gözəl idi ki, istədim ki, siz də bu möhtəşəmliyi görəsiniz. Bu məsciddə eyni anda 40 min nəfər ibadət edə bilər. Məscid 4 böyük minarə, 82 günbəzdən ibarətdir. Dünyanın ən böyük xalçası bu məsciddə yerləşir. Həmçinin məsciddəki çılçıraqlar 24 karat qızıl örtüklüdür. Süleyman bileti hazırla. Məscidin içərisində 3-4 yer var ki, oradan keçdikdə hər dəfə biletləri göstərmək lazımdır. Bu çılçıraq yolda sizə bəhs etdiyim, çəkisi 8 ton olan həmin çılçıraqlardır. Hoşuma gəldi məscid üçün. Hə. Qəşəngdir. Bu restort eləmə görə 8 tondur. Hə. 8 tondur. var. Yox, içəridəki. Bu da eynidir deyəsən. Dəhşət günəş adamın başını deşir. Çox istidir buralar. Səsim də tutulub, üzürlü sayın. Amma sizin üçün çəkmək istəyirəm buraları. Bilinmədən səbəbdən. Bilinməyən səbəb. səbəblərdən. Bəli. Rəns üçün. Biraz Səsi- soyuqlamışam deyəsən, boğazım ağrıyır. Ondan sonra səsim də tutuldu. Nə olub? Mən içərdən keçməliyim. Biz qayıtmaq istəyirik, Abi, bizə gəldiyimiz bəs- yerə. Bizə bəs bilet vermədilər. Yenə bizim biletimiz. Açdılar şeyə. Deyirlər ki, açsın sənə. Adi qabaqdadılar da. Bizi gözləyirlər. Hoş yerə səbəşdə bizi bu say. Yox bəs. Da golləri baxsın. Cömərtlər. Bunlar nəsə bilərsən. Hər yerə o QR kod qoyublar ki, içində elə dayı. Niyə o qədər? Hələ. Keçmişik, bir dəfə keçmişik, 100 dəfə yoxlayırlar. Mən onu sevmədim. Bəlkə də təhlükəsizliyə görə eləyirlər, bilmirəm. Bu da bir tərəfdən yaxşıdır. Bu da çox adam yorur da, gözlü sıra gözlənə qədər. Bəlkə də onu ona görə eləyirlər ki, hamısını izləyə bilməzlər. Cəmaət halpayla gəlir də. Ki, biri vurmayıb keçə bilər o birisinin arxasınca. Yəqin ki, belə bir hadisələr Ya da ki, olur da. təhlükəsizliyə görə. Təhlükəsizlik. O da olar. Bura Kimi gətirmişik? 2 qoca kişini gətirmişsiniz. Aha. Çox özümüzə iş yaxşı istəyirəm.
İşte vurub başımıza. Allah qəbul eləsin. Gedək. Yox, gedək orada bir şəkil çəkdirək sonra. Siz oturun Yox, da. gedin siz sizdən bizə fikir verməyin. Okey. Hə, götür. Mənim bu şəklim barışmadı, ulduzum. Düşür 2 dəqiqədən bir başımdan. Xəbərim olmur. Gəlirlər, deyirlər ki, salın saçımızı göstərməsin. Şərifim hər dəqiqə sürüşdüyü üçün narahat idim. Çox şükür. Rihanna kimi məni də bayrağa atmadılar. Biz orada məscidi gəzərkən bunlar da gəliblər burada yenə yeyib içməyə. Hər zamanki kimi. Biz orada məsciddə gəzərkən siz burada nə eləmisiniz? Qonaq elədilər. Qonaq elədilər, nə gözəl. Tamam, Livan şarması. Neyi ne istersiniz? Siz Livan nəyi? Livan şarması. Yedi sonra. Necəydi? Belə də. Bizim sormada burada. Bizim. Nə qədər Yaxşı ödəmisiniz? yer deyil. Bir dənə geçən yer. 53, 33. 2 dənə şarma ilə, Livan şarmasına. 2 dənə kolaya 53, 33 ayrı ödəyir. Built Da deyir ki, sağda yerləşən məktəb İspan məktəbidir. Burada müxtəlif dilli məktəblər var. Ərəb, İngilis, Fransız, İtalyan and also there's a different kind of language school on the right side, and this whole place və bütün bu yerlərin adı Albatindir. Albatin sözünün mənası gözəl deməkdir. 2 towers on the left side. That 2 towers is the World Trade Center of Abu Dhabi on the left side. Is anyone interesting to visit to? This is the house, by the way. This is how some. Burada hansısa varlı bir adamın evidir. Is anyone like to visit to police station? Police? Yes. No. Maybe you change your mind. You see the police station? That's the police station on the left side. Oh, nice. Yes. Nice police station. Yeah, they're looking for some kind of VIP criminals. On the right side, that's the. Sağdakı isə yerli ərəb məktəbidir. The school name, it's called Al Ghazali School. This is elementary school. And the left side, the grey building. Soldakı böyük bina isə Birləşmiş Ərəb Əmirliklərinin ilk mərkəzi bankıdır. 1980-ci ildə Valyuta İdarəsi ilk mərkəzi banka çevrildi. Now you see the famous tower in Abu Dhabi. You see the front of us, the bunches of skyscrapers buildings over there. These are the 5 tallest skyscrapers building in Abu Dhabi. These are very famous tower, and these towers name it's called Ittihad Towers. Ittihad meaning union. And these towers are very famous. Have you ever watched the movie name? It's called Fast and Furious. I heard. They jump the car from one tower to another tower. They're shooting in these towers. Over there. And now I will show you the first hotel in Abu Dhabi on the left side. İndi göstərəcəyim soldakı bina da Abu Dhabi'nin ilk otelidir. The Continental Hotel. What is in the right? This Now one. this is also a hotel, by the way. And now you see the building. This is look like frame. Bu çərçivəyə bənzəyən tikili isə 4 böyük neft istehsal edən şirkətin baş ofisidir. Abu Dhabi'yə pul buradan gəlir. The headquarter of ADNOC, Abu Dhabi National Oil Company. It's also car. Yeah. Bura isə Emirates Palace'dır. Birazdan onun içərisinə daxil olacağıq. And you know how many rooms are inside the palace? It's almost like. Emirates Palace-ın içində təxmini 390-a yaxın otaq var. You can also live in this palace. And 2006, the 2006-cı ildə Şeyx Xəlifə qərar verir ki, özünə ayrı saray tikdirsin. Sonra isə sarayı 5 ulduzlu otel kimi xalqın istifadəsinə verir. name it's called Oriental Mandarin Emirates Palace. Bu otelin bir gecəsi təxmini 1100 manatdan başlayır. The first part of this palace is a 5-star hotel, and the second part of this palace, only the royal family members and the king guests allowed. Welcome to my palace. And also when we visit to inside the palace, so I will show you the roof of the palace. They install a 24-carat gold leaf in the roof of the palace, like a gold sticker. How can we take it? Yeah, you have to bring your hammer. And also I will show you the gold-plated picture of Sheikh Zayed, the founder of UAE. Nə gözəldir. These Iranian guys you mentioned. Sorry? The guy coming from Iran, you said? No, that is the king of Dubai. Oh, that's good. This is the Abu Dhabi king. Burada maşınlara yol göstərən bir bəy var idi. Boyu çox uzun idi.
Tural dedi ki, gedirəm yanına salam verməyə, məni çək, qoy görsünlər ki, boy fərqimiz nə qədərdir. Çox böyük. Two pictures. The right side, that's the founder, UAE, the Sheikh Mohammed bin Sultan Al Nahyan. He was born in this city, Abu Dhabi. And this guy was Divan and 30 kids. And he passed 30 away. kids? Yeah, and he How many wives? 3. 3 wives. And he passed away 2004. 3 arvaddan And oturmuşam. after that, his son, Üçler the birlikte Sheikh olma Khalifa, minnet koy. died and then became the king of UAE. And then after now, he's brother become the king of UAE. Yes. The brother picture on the right side. That's the new president of UAE and also the king of Abu Dhabi. The left side of the picture is the king of Dubai, Sheikh Mohammed bin Rashid Al Maktoum, the ruler of Dubai. Buralar hər yer qızılmış. Size buraları göstərim. Çox maraqlı görsəlim buralar. Bu sarayın tikintisinə 3 milyard dollardan çox vəsait xərclənib. Rəsmi olaraq 5 ulduzlu oteldir. Amma lüksünə görə dünyada 7 ulduzlu otel kimi tanıyırlar. Kral sarayı kimi görünmək də təsadüfi deyil. Həqiqətən də saray kimi tikilib ki, bura gələn dövlət başçıları və kral ailələri özlərini evlərində hiss etsinlər. Hədə də yaşamır, amma yaşamaq üçündür də. Kinolarda görmürük. Şah gedirik, Sultan Süleyman Sultan Süleyman gəzir dolanır. Vəzir vəkili zadə ətrafda, nökərlər orada burada. Dünyaca məşhur 24 karat qızıl örtüklü cappuccino yalnız bu oteldə verilir. Burada qiymətlər bir dənə balaca tort 75 ayetdir. Bu arada sizdən bir xahişim var. Kanalıma abunə olmağı, mənə gözəl rəylər yazmağı unutmayın. Dəstəyiniz mənim üçün çox önəmlidir. Deməli bu şokoladın bir ədədi 5 manatdır. Bu 7.50-yə. Tort 400 manata. Yəni bir dənə yeməyə, şimdiyyət yeməyə 400 manat pul verirsiniz. Makaronslar var burada. Bir dənəsi 7.50-yə. For 20 years together, yeah? I salute the man, yeah? Emirates Palace-dan çıxdıq, gedirik növbəti dayanacağımıza. Nə gözəl görsənir bura. Mənim yadımdan çıxırdı. İşdə zəhmət olmayacaq. Does everyone like my palace? If you like to visit in this palace, so you have to get a ticket, buy a ticket and go inside to explore this palace. How much is it? 65 dirham per person. Who is this? Xanım, zəhmət olmasa iki getdiyimiz yer haqqında təəssüratlarınızı bölüşərdiniz. Deməli, ilk getdiyim eşikdə Onur demişdi, gözəldir, qəşəngdir. Demə, bu da deməmişik. Danışmışdıq burada. Yox. Sən tezdən başlayın. Yox, danışdıq. İkinci getdiyimiz yer
halısıydı. Yəni gözəl idi. Yəni tipik bir ərəb vibe aldı. Hə, bəyəndim. Hər şey gözəl idi. Qızıl idi olan gözləri qamaşırdı. Belə biraz belə lüks həyatı belə kənardan izlədik, gəldik. Qəşəng. Tell that friend, guess who's back, guess who's back, guess who's back. Na 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 na. Na 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 na. Na na na. Kızıma görürsen kulak as. Na 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 na. Na na na. Daddy's singing. Oxuma. Oxuma, no. Mən oxuyacağım, mən mahnımdır. Kaçırır ağlamalar. You can visit the third floor, eat, and you have 1 hour. What do you suggest if we want something more local? Local actually is not here. It's only just like some fast food like a pizza, burger. Bura Marina Mall'du. Bizə 1 saat vaxt vermişdi ki, yemək yeyək, buranın içərisini gəzək. Burada biraz sizin üçün çəkiliş etdim. Birdən ağlımıza gəldi ki, telefon alacaqdıq. Dubai vlogu birinci hissəyə baxanlar bilirlər ki, həm Dubai Mall'da bizim istədiyimiz telefon yox idi, həm də ora çox sıxlıq idi. Ona görə buradan almaq qərarına gəldik. Burada da 512 GB-lıq iPhone 17 yox idi, 1 TB-lıq götürdük. Növbəti vloqlarımı sizin üçün daha keyfiyyətli çəkəcəyim üçün sevinirəm. Burada da görüş nöqtəmizə gecikməyə deyə qaçırıq. Tez. Gedirik. Çoktan orada da maşında. Yazır ki biz maşındayıq. Ne bak. Bilməm, çox ürəkli insan. Mənə iPhone alıb. İnşallah növbəti vloqlarımı onu ilə çəkəcəm. İnşallah. Where is A2H? This is in Abu Dhabi airport. This is the Abu Dhabi airport. Bu isə gəldiyimiz növbəti dayanacaq idi, amma buranı elə də bəyənmədik. Bizim üçün vaxt itkisi kimi bir şey idi. Burada video çəkmək istəyirdim, icazə vermədilər. Xalçalar haqqında fikirlərim. Varsa onda değil. Adın qoyardılar muzey, amma o muzey deyil, onun adını qoyardılar gərək. Gələn turistlərin başını pişirək, onlara keyfiyyətsiz qitə xalçalarını sataq. Eynən. Yəni, heç muzeydən məsələn, muzeyin muzeysi yox idi, yəni. Bizi çəkməyə qoymadılar, dedilər xalçalarımız olmaz, çox bahalıdılar. Şu ağlıma geldi. 9.000-ə, 8.000-ə. A4 formasında. Gömleği için de. Böyle çek verdi ya. Resmi çek verdi. Əli deyir ki, burada 2 növ xurma məşhurdur. The 2 types of dates are very famous. The first date is named, it's called ajwa. Acua. Yeah, ajwa is a small date and the black color date, that's the sugarless date. And there's one more date, his name it's called majdul. Majdul. Majdul is a big date, soft, juicy and also very Və bizi buranın xurma bazarına gətirdi. Thank you. Burada da işçilər oturub yerdə yemək yeyirdilər. Mədinə xanım, bu nədir? O ketçupdur. Rəngli xurmadan ketçupdur. Xurmadan, tahindir, yəqin ki bilirsən. Barbekü sosu, o da nədəndir? O da xurmadandır. He will explain you what they have inside, okay? For you more easy, what we have here, what we sell here. Balzamik. Bu da Deməli, burada sosdur. What will be get Wine many color, varieties wine of bread. color That's for the future. The ajwa o da and nədəndir? O da especially xurmadandır. the ajwa, good for the Bu sugar da nə patient. görürsünüz, hamı xurmadandır. Why is the nature Bir less? dənə tahin iki olub. Bax, tahinə bax, tahin bir dənə küncüddəndir. Ask for Əcəm onu Allah, düzəltməyiblər. nə ecab. This is a 1 piece brother 30 dirham. So half kilo is 30 dirham. No? Half kilo 30 dirham. For your special part, kilo 30 dirhem. 30 dirham. Bakı, ay o bakı indira. Kilo tutma. Yarım kilosu 15 manat. Aa, kilo It's a half, it's a tutma. major good for the vitamin and nerve good. Köşe daha da ucuz doyanlar. Bakıda 32 manat falan diyor. Çıxırsan sən. Bana dediysən. Böyləcə götür. Şat neçə satır? 65 dirhem. 65 dirhem. 65 dirhəm. 33. Deməli, şokoladdır.
Götürmək istəyirsiniz dadına baxın. Thank you. Müftü. Şey yapma. Götür böyle olmalı. It's delicious. Thank you. One tanaka ora. Yare na. Tastes like a coffee. Here, okay, one I give you. Okay? No, I don't want coffee. Arabic tea, yeah. This is what I say. Yok ben istemiyorum. Sen de içtiği orada ben yardımcı içtim. Orada da şokolatın için alabileceksin. Ali. Yeah, try this. Best friend. Forever. Forever, yeah. Yeah. You are planning to go You drink psychologist. like drink like Arabic tea or drink like a vodka. Bundan alırız diye. Xurma bazarından çıxdıq, düşdük yola gedəcəyimiz yerə. Əslində növbəti dayanacağımız Ferrari World olmalı idi. Biz isə əsas Louvre muzeyini görmək istirdik. Bələdçimiz Əli dedi ki, problem yoxdur. İstəyirsinizsə Louvre aparım, amma artıq Ferrariyə gedə bilməyəcəyik. Biz də razılaşdıq. Gedirik Louvre muzeyinə. Yolumuzu dəyişdik. Louvre muzeyinə daxil olmaq üçün adam başı 30 manat ödədik. Bura girişidir. İndi bizim QR kodla oxuyacaq. Bələdçimiz bizə buraları gəzmək üçün 50 dəqiqə vaxt vermişdi. Əslində sizin üçün hər bir şeyi çəkmişdim. Lakin düşündüm ki, hamısını paylaşsam vlog çox sıxıcı olar. Ona görə içərisindəki bəzi maraqlı otaqları, bəzi maraqlı əşyaları, heykəlləri, rəsm əsərlərini sizə göstərəcəyəm. Və həmçinin influencerların şəkil çəkdirdiyi həmin o məkanı sizə göstərəcəyəm. Sırf muzeyə aid vlog çəksəydim, sizin üçün heykəllərin, rəsm əsərlərinin üzərində yazılan hər bir şeyi tək-tək oxuyacaqdım. Təəssüf ki, vaxtımız az idi. Bütün dinlerin kitapları. De open manuscript bas. Yəqin bir dənə səhifə qoyublar. Böyle büyüdü bakmam. Bu nakışları. Buradaki. Çok güzel.
Lora. Oldu ne? Oldu bir Əsər. Nə gözəl görsənir bura. Mədinənin gözlədiyi kimi fontan çıxmadı. Peşman oldu, indi qayıdır dala. Dartıb aparam. Burada su səsi gəlir, gedib fontan. Bu da bizim fontan. Qabaqda deməli auditoriyadır. Restorandır, uşaqlar üçün muzeydir. Gəl var ora. Baxırıq da elə belə. Böyle 9 tane. Gözəl. Gələcəkdə Duyğu Ayaz, Alparslan gəlirik bura. İnşallah. Burada uzanırlar, buradan yuxarıya baxırlar. Aha. Nə maraqlı. Məlumat verir onlar haqqında. Çox qəşəng. Bayaqları qayıq sürürdülər orada. Exhibition, museum. Yorulmuşam, ayağım ağrıyor. Burada restorandır. Gəlib burada yemək yeyə bilərsiniz. Restoran. Bax. Mədinə orada da qəşəng nəsə tikirlər. Qəşəng. Bura həmin o məşhur yerdir. Hamı gəlir, orada dayanır, şəkil çəkdirməyə, video çəkdirməyə. Burada butik də var. Mədinə xanım, zəhmət olmasa fikirlərinizi bildirin Louvre muzeyi haqqında. Mən çox bəyəndim. Mən də Şəxsən mən düşünürəm ki, necə olsa bir dənə muzeyə insan hər bir getdiyi yerdə getməlidir. Məncə də. Çünki baxırsan, Mədəniyyətini öyrənirsən. Mədəniyyətini öyrənirsən. Məsələn, eşitmirsən də neolit dövrü, paleolit dövrü, nə bilim, o belə şeylər haqqında, imperiyalar haqqında və gəlib görəndə ki, məsəl üçün bu neolit dövrünə aiddir, bu paleolit dövrünə aiddir. Bu da insana maraqlı olur ki,
Resim əsərləri var. Qəşəng resim əsərləri. Heykəllər. Heykəllər də çox qəşəng. Antik dövrə aid heykəllər var idi. Biz bəyəndik, sizə də məsləhət görürük. Hətta uşaqlar üçün də qəşəng muzey var. Orada çox qəşəngdir. Yəni məsləhət görürəm, uşaqlarınızla da gəlsəz, mütləq ora keçin. Baxın. Təşəkkürlər. Of course. Sizə bir şey danışacağım. Danış. Heritage. Biz sizdən yaxşı yola gedirik. Hə, doğrudan. Ben de şeyden de hep siz geldim. Tamam gelsin daha rahat. Bakın ne olur rahat gelsin. Sizin kartlarınızı What is this sea, water, ocean? What is that? What's it? There is the Persian Gulf. Ah, Persian Gulf. Fast Körfezi. But this is also a man-made island. Mhm. Got it. They say the new generation they speak English. But some people don't know, right? Yeah, some people do not know how to speak English. Indian, of course, Indian, not Ya acceptable. biz Dubai'de mi? Yes, of course. Heritage Village. Biti olsaydı ne yerdik? Ne olsaydı? Biti. Deli şeyler deme, adamın yüreği istedi. Sana biti. Biti. Başta istemiyorum, başta da bakalım. Karın kitabı. Biti. Naxçıvan da baba. Yeah. Okay, you can go and enjoy. Güzel, Mr. Brother. Thank you. You enjoy as well. Gel, Aksakala bir salam beni. Aksakala. Sana hazırlanıyor. Bizim salam beni de. Bura bax, yaxşı idi. Bizim o restoranlar olur ya, belə şeylər. Bilsən har olsun. Hə? Xanlar, Şəkil xanlar restoranı. Qəbələyə. Qəbələdə xanlar. Yaşıllıq, ne bu gözler. İyi zulfa. Zulfa. Yenə dağ sakini başladı danışmağa da. Bəsdir də. Heritage bir dağ sakin əlbəttə. Onlara bax. Cəhənnəmdən Onların gəldi. elə əlində tutmağına bax. Onlara bax. 20 illiklərdə 20 ildir bir yerdədirlər. Rəqəs deyir ki, hava aldı böyle. Elə mənə də. Mən sürüşürəm millət. Burayla gedirəm. Hə, bir daşı hacım olur deyirəm mən sizə. Boşa işte bu böyle taş. Kabır. Bura onların məscidləridir. Tura. Bu götürəm aparım. Bu da dəli deyir. Nədən istəyirsiniz bunları? Ay Bu Tura, da dəli. balaca, Bu boyda daş yoxdur. Bu boyda daşdan olan şeydir. balaca daşlar olur belə. Şey, Olmur da. çıngıl, Bir de bu kumdan yığın aparın. çıngıl, çıngıl. Ona bax, ateş dans edərkən iyiydi. Harita keçmirsən. Aha, qızıl saatdır, çək. Golden hour'dır. Vaxt olaraq, indi qəşəng düşəcək, necəksən. Bax Süleyman gör nə qəşəng düşür orada. Nasıl? Orada nə yazılıb? Nə var orada? Süleyman sənin üçün başa düşmədim. Şeydir, nə adı? İnteraktiv bələdçi. O hansı kilodur? O mənim məşhur olmağım üçün. Oxuram bunları. Bax, interaktiv bələdçi. Dağ adamlarının evi. Dağ adamların evi. Bundan ne biraz çıxıb? Bunda buradan bir saniyə çıxıb. Ha? Belə şeylərə görə qətl hadisəsi baş verir də. Hə? Saxlayırlar, öldürürlər, öldürürlər. Yaxşı. Arpaslan saxlayır, arada doşdur. Daha çox düşünmüşmə çatma. O dövr şey olmuyor. Yox, devamlı yox deyil. Matras olur bu. Matras. Elə götürəcək sərgən ya. Əlim variant qalan gördük belə yaxşı deyə xatırlasınlar. Amma həqiqi dəymezmiş, elə bir bilir də. Yo, o deyirdi ki, vaxtımız yoxdur. Sonra Süleyman. Mən keçib orada oturmaq istəyirəm.
Mən otlarla gedirəm. Buralar çünki çox sürüşkəndir. Gedirdin ha. Üç renkli bayrağın uğrunda görünür. Senden ayrılır necə? Atmaq olmuş, satmaq olmuş. Cütlük Yox, terapiyası. Biz bu vəziyyəti növbəti xarici səfərimizə qədər düzəltməliyik. Növbəti olmayacaq Süleyman. There will be no next time. Necə demədim 5 illiyə? Siz 5 illiyə 5 ilin gedirsiniz. Gülayranı göndərdim sizinlə. Bizdə 3 illiyə. Biz sizi gözləyəcəyik. 3 illiyə gəzmirlər, çoxu basmaya şey var. Niyə biz gəldik? Hə, onda Gülayranı qoşuram sizə. Ben sensiz dedim ama işin. Getmədi. Ben sensiz yaşayamam. Bak biz Hakkım ben sensiz yaşayamam. Bazı şeyler geçin şarırda. o bahtı da böyle değil. Nari. Ha. Please say subscribe my YouTube channel in India. in Indian, Take please subscribe my YouTube channel. Yeah, and hit the bell icon and get the more new latest video. That makes that smell. This is the same smell for me, but I don't know Oh, why. there's a cockroach that you Yeah, like a cockroach. When you just touch I it, think, touch it, yeah, it gives you smell. This smell, Very I'm similar 100% smell. sure. What this is it? smell is come from, there's an oil by the way. Oil? Yeah, it's an oil. It's an Indian oil. They come from India and they put the oil in the hair. Yeah, so Why is that's that? Why do they? Why they do this? Because they have some, dry the skeleton. So they don't want to dry the skeleton. They put some oil in the, Oh my god. Yeah, so that's why these kind of smells come from They're- in the Indian people. Starting from custom, No. we see we It's a hate. It's very disgusting that. smell, by Very, it. very. But how do they? Sonra eldən xahiş etdik ki, bizi otelin yanında KFC və ya başqa bir fast food yerinə aparsın. O da bizi Albayk adlanan yerə gətirdi. Dedi ki, bura həm uyğun qiymətlidir, həm də ki, dadı yaxşıdır. Biz gəldikdə oturmağa yer yox idi. Bura bir növ mənə Bakıdakı şaurma nömrə 1-i xatırlatdı. Necədir dadı? İcazə verəsiniz ki, xanım. İcazə vermirəm. Yaxşıdır. Hə, var. Min şükür. Ben mənim. Allah verəndən yeri. Bir qismət. Xoşunuza gəldi. Elə də deyil. İdarə eləmək olar. Biraz geçsin. Əzizlərim, sona qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Növbəti vloqumda da sizi çox gözəl, çox maraqlı yerlərə aparacağam. İzləmədə qalın. Özünüzdən müğayət olun. Hələlik. Deməli, yeni bir taksiyə minmişik. Qayıdırıq evə. Əvvəlcədən bizi gözlədik. Süleyman yukarı instansiyalar bildirəcək və bu cəzalandırılacaq. Hə. Bu lazım deyildi.